Salam dostlar, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük Cavid Avzərli kanalında. Əziz dostlar, həmişəki kimi mən hər zaman bütün müştərilərin, bütün vətəndaşlarımızın maddi imkanlarını nəzərə alaraq maksimum dərəcədə çalışıram ki, onların büdcəsinə uyğun inkubator hazırlayıb təhvil verək və maksimum dərəcədə keyfiyyətə mən üstünlük verirəm. Əziz dostlar, bugünkü videoda mən öz məhsulumuzu tərifləmək fikrimdə deyiləm. Çünki mən heç vaxt öz məhsulumuzu tərifləməmişik və heç vaxt mən deyərək özümü tərifləməmişəm. Sadəcə olaraq öz məhsulumuz haqqında qısaca bir məlumat vermək istəyirəm. Bir söz var, deyir, örtülü bazar dostluğu pozar. Məndə nədir? Açıq bir bazardır. Yəni, konkret müştəriyə öz məhsulumuz haqqında məlumat vermək istəyirəm. Deməli, məlumatım müştəri bilsin ki, bizim inkubatorlar dəmir korpusdur, nə dik deyil, nə taxta deyil, nə plastik deyil, kapron deyil. Sırf zavod nəyi istehsal edirsə, mən bu inkubatorları, materialı İsveçrə inkubatoru, indi 1056 dənəlik Kitay inkubatoru da həmən bu materialdan istifadə edir. Mən ilk bu işə başlayanda İsveçrə materialı üzrə, yəni araşdırma aparmışdım. Yəni zavod materialı nədən istifadə edirsə, mən də eyni ilə ondan istifadə edirəm. Dəmirdən, dəmir korpus, içi çölü dəmir, orta seklavat. Yəni gördüyünüz kimi keyfiyyətə mən önəm verirəm. Beyinlər firma beyinləridir. Tam avtomat, avtonəzarət, rəqəmsal. Bir də nəyə toxunmaq istəyirəm, əziz dostlar? Belə bir səbətlər var. Yenə deyirəm, mən müştərinin büdcəsinə uyğun ucuz başa gəlsin deyə həm keyfiyyətə üstünlük verirəm, həm qiymətə fikir verirəm ki, qoy hər kəs inkubator ala bilsin. Deməli, əziz dostlar, bu da kaprondur, bu da kaprondur. Deməli, mən adətən belə səbətlərdən istifadə edirəm. Bu səbətlərin, belə deyim, maya dəyəri 4-5 manatdırsa, bu səbətin maya dəyəri 15-20 manat arası qiymət dəyişir. Bunun içindəkilər 3 manat, 3 manat 50 qəpik, 4 manat belə qiymət dəyişir. Yəni bunları mən hesablayanda, belə deyim, 2 dənə bundan 3.50 bu elədi 7 manat, 15 manat da bunu hesablayanda bu elədi 22 manat. 22 manat kasıb adam buna verməyi məntiqlə düzgün deyil. Çünki bunun gördüyü işi də bu da görür. Belə deyim, 06 ilə 07 ilə də mənzil başına çata bilirsən. Belə deyim, bahalı maşınla da mənzil başına çata bilirsən. Yəni kasıb təbəqəyə nə lazımdır? Sağ, salamat mənzil başına çatmaq. Və mənim bu yığdığım inkubatorların çoxsunda bundan istifadə edirəm. Mənim də məqsədim bunu qoymaqda, mənim məqsədim büdcəsi az olan, imkanı zəif olan müştəri inkubator ala bilsin. Yox, əgər belə komfort axtarışındasansa, pulun, imkanın varsa, problem deyil, bundan da qoya bilərik. Yəni, büdcəyə uyğun, müştərinin büdcəsinə uyğun biz, yəni, iş görürük. Bundan istəyirsinizsə, bunun maya dəyəri, məsələn, bir dənəsi, dediyim kimi, latoklarla, səbətlə bir yerdə biri 22 manata gəlir. Deyilən inkubatorun üstündə bunun qiymətini çıxıram, bunun qiymətini üstünə hesablayıb əlavəsini, yəni gəlirik, alıb içinə qoya bilərik. Problem yoxdur. Bundan da ucuz başa gəlsin deyin, bundan da qoya bilərik. Seçim sizindir, siz müştərilərindir. İndi mən bilmirəm hər kəsin büdcəsi nəyədir.
siz bilirsiniz, büdcəniz buna uyğundur, bundan qoyarıq. Büdcəniz buna uyğundur, bundan qoyarıq. Mənim üçün heç bir fərqi yoxdur. Yəni sizə inkubatorun keyfiyyətini açıqlayıram ki, yəni bununla da mənzil başına çatırsan, sağ-salamat cücələrini çıxardırsan, bununla da çıxardırsan. Onun heç bir mahiyyəti yoxdur.